Son günlər sosial şəbəkələrdə bazarlarda texniki kartofun satılması ilə bağlı xəbərlər yayılıb. Texniki kartof əsasən Rusiya, Polşa və digər ölkələrdə heyvan yemində, o cümlədən də sənayedə istifadə edilmək üçün becərilir. Paytaxt bazarlarında texniki kartofun satılıb-satılmadığını əməkdaşımız Rəşad Vəkiloğlu araşdırıb, izləyək. Eşitmişəm bazarda elə bir kartof satırlar, texniki deyirlər ona. Bişirilməsi istər də soyarkən, istər doğrayarkən bu %100 rahatlıkla bəlli edir ki, bu texnik kartofdur, bu isə digər kartof. Ölkəmiz ərzaqlı kartof olan tələbatı həm yerli, həm də xaricdən ixal olunan məhsullar hesabına ödəyir. Hazırda paytaxt bazarlarında kartofun qiyməti ixal olunan ölkəyə və məhsulun növünə görə dəyişir. Son günlər paytaxt bazarlarında istehlak üçün nəzərdə tutulmayan texniki kartofun satıldığı iddia edilir. Paytaxtın ən böyük bazarlarından birinə yollandıq. İddiaların nə dərəcədə doğru olub-olunmasını araşdırmaq üçün. İddialara görə ixal olunan kartoflar içərisində qida üçün nəzərdə tutulmayan, əsasən heyvan yemi və sənayədə istifadə olunan texniki kartoflar da var satışda. Və o da iddia olunur ki, bu kartoflar bazarlara əsasən istehlak üçün gətirilir. Bəzi satıcılar satdığı kartofun növünü bilmədiyi üçün texniki kartofla ərzaqlı kartofu səhv saldılar. Bu kartofların hansı texniki kartofdur? Gedib kartof, yaxşı kartof. Bilirəm, texniki kartof yararsız kartofdur, onu yemək düzgün deyil. Texniki kartof yoxdur bizdə, hamısı öz yerli məhsulumuzdur. Nətər yanır, texniki yanır. Texniki olan da sənaye üçün, yəni heyvan yemi üçün nə? Yox, bizdə ancaq qida. Bəs həqiqətən paytaxt bazarlarında texniki kartofun satışı həyata keçirilir. Hazırda biz paytaxt bazarlarından birindəyik. Bazarda əksər satıcılar, bəli, texniki kartofun bazarda satıldığını desə də, bəziləri isə bu məlumatın yalan olduğunu bildirdi. Çölmüşdə onu heç vaxt bıraxmazlar. O Rusiya çöllərində əkilən belə əqqavdan da yekət karmavoy deyil. Rusdan ona karmavoy deyil. Bizdə texnik, o mal üçün. O kartoflar Azərbaycanda əkilmir. Onlar Azərbaycanda harda deyil fermalar üçün onu fermirlər, onu əkələr. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə bütün qida məhsullarında olduğu kimi kartof məhsulu da qida sahəsində qüvvədə olan normativ aktların tələblərinə cavab verildiyi halda idxal sağlamlıq aktı ilə təmin olunur və dövriyyəsinə icazə verilir. Ötən il ərzində ölkəmizə Türkiyə, Gürcüstan, Pakistan, Rusiya və digər ölkələrlə yanaşı İrandan da ərzaqlı kartof idxal olunub. İdxal olunan kartof məhsullarına fiziki nəzarət zamanı aparılan risk qiymətləndirilməsinə uyğun olaraq çirkləndiricilərin, ağır metal, nitratlar, pestisid qalıqlarının, QMO göstəricilərinin, habelə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu yoxlanılır. Qida eksperti Mübariz Vəliyevin iddiasına görə heyvan yemi və sənayədə istehsal olunan texniki kartofdan özü də alıb. Xırdalan bazarından 2024-cü ildə mən özüm kartof istifadə edərkən baxdım ki, bu kartof dağılır. Hətta çox böyük kobuduydu, bu şübhə yaratmışdı məndə. Və doğrudan da baxdım ki, həqiqətən o texnik kartofdur. Amma indi iddialar vardır ölkədə. Texnik kartofu bişirdikdə, qızartdıqda yağ daha çox tərkibinə çəkir. Soyduqda qabığı qalın olur. Əlinizi vurduqda o yapışqan halı olur. Digər kartofda bunlar olmur. Bəs bu növ kartofun insan orqanizmi üçün hansı fəsadları var? İnsan həyatı üçün təhlükəsi digər kartoflara müqayisədə əlbəttə vardır. Onun tərkibində olan kraxmalın 25% yüksək olması bu elə bir böyük bir faktor. Məlumat üçün bildirək ki, bu növ kartofdan sənayədə əsasən cipsinin istehsalında istifadə olunur. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.